İşğaldan azad edilən şəhər və kəndlər sürətlə bərpa olunur və əzəli sakinlərini qarşılayır. Bugün Ağdərənin və Xocalının daha bir qrup sakini üçün həsrət bitdi. 95 nəfər öz doğma yurdlarına köçdü. Onlar Ağdamdan yola salındılar. Mən gələndə, qaçqın düşəndə balaca oğlum hələ 1-ci sinifə getmirdi. O çətinliklə 10 baş külfət, qaynanam, qaynatam da mənim yanımda olub. 2 dənə otaqda yaşamışıq, bir neçə il sonradan çıxmışıq qırağa, belə 30 ildən sonra gedirik vətənimizə. Bugün çox sevinçliyik. Bu sevinçli günləri bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Ali Baş Komandanımız İlham Əliyev Allah can sağlığı versin. Qazilərimizə də uzun ömür versin. Allah bizim qələbəmizi, zəfərimizi ömürlü eləsin, əbədi olsun. Uzun illər vətən həsrəti çəkən insanlara yenidən qurulan evlərinin açarları da təqdim edildi. Sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün kəndlərdə yeni evlər və sosial obyektlər tikilib. Elnur Tofiq, Elmin İspəndiyarov, Rəşidə Zülfüqarova, Günel Habil qızı, ASTV xəbər.